Ne olur be buna ya bu? Yaman fikirlidir. Yıxıla yıxıla iş görür. Buna ne olur baxır? Ha? Buna ne olur görəsən? Ayısma. Ne çare? Ne olur be sen dedixorsan birine fikirli. Nəsə yaman fikirlisən. Ne olur bax sənə? Nəsə problemin var. Deyirəm Salih, atalarda bir misal var. Ne olur? Deyir qonşu olsa, keçər qız ərə gedər. Qonşun pisdir ki. Qonşum pis deyil, qonşum yaxşı qonşu. Hə, və nə olub? Mən pisəm, mən. Ne olub ki? Mən xainam, paxılam. Niyə? Ay qonşu gedib sənə Allahına qurbanım, qonşu gedib maşın alıbdı. Alıb, Bir həftədir. alıb da ondan sənə nə? Ay mən dayanamıram axı, yata bilmirəm. Xainlığını çəkirəm, xainam, onu görəm. Ha. Partlayıram. İndi Hə, istəyirəm gedim bankdan kredi zat götürəm. hə. Mən də birini alam. Ged aldı. Və heylə eləmək fikrim var da, qadasını alaram. Bəsə bala qonşun samolyot aldı. Samolyot aldı. Hə, onda nə edirsən? Samolyot alsa batacağım da, batacağım. Bağırım partlayacak, öleceğim. Bak benim bu xəssiyyət məndə olmayacaq. Ona fikir vermə də. Bu qədər paxıl, xain, qanım xarab deyil, qanım. Elə şey. Geceler yata bilmirəm. Ya arvad da bir tərəfdən, qonşudan qalmadılar, qonşudan qalmadılar. Mən partlayır, özüm bak biri dincələ bilmirəm. Özünə təsəlli ver də, elə şey fikir vermə. Nətəri? Özünə təsəlli ver, elə şey Yox, fikir hayır. vermə, ürəyin partlayar. Yox, gedib kredit götürüb, kredit də olsa birini almalıyam. Almasam partlayarım, dayanamam. Allah şifaban eləsin, nə deyirəm qardaş? Allah köməyin olsun. Mən sənə bir söz demirəm ki. İstəmədi. İşləyə bilmirsənsə işləmə, gel banca. Hə, gedim ya. Əyni ürək, gel banca. Yaxşısı. Allah kərim. Dayanamam.